Gəlin baxaq olimpiada ikinci sualın həllinə 13 sinif. Deyir ki, bizə satıcı mağazadakı qələmlərin 10 dənəsini 20% gəlirlə, geri qalanını isə 40% gəlirlə sataraq. Bu iki satışın nəticəsində 32% gəlir əldə edibdir. Buna görə mağazadakı qələmlərin sayını tapın. Deməli, gəlin əvvəlcə şərtləşməmizi yazaq. Tutaq ki, qələmlərin sayına y deyək. Bir qələmin satışından da tutaq ki, x manat qazanırıq. Deməli, onda 10 dənə qələmi biz satarıq 10x-a, ancaq deyir 20% gəlirlə satıb. Deməli, bunun 20% gəliri. Bütöv faizimiz 100-dür, 20% gəlir dedikdə 120%-ni tapırıq. Üstə gələk. Deyir, yerdə qalan qələmlər. Bütöv qələmlərimizin sayına y demişdik. 10 dənəsini bu qiymətə satsa, yerdə qalan qələm deyəndə nə alır? Y çıxaq 10 dənə. Bunu da x manata satmalıdır. Ancaq deyir ki, bundan da 140% gəlir əldə edib. Deməli, bunu da 140%-ni taparam. Bərabərdir yekunda. Bütün deyir bu iki satışdakı qələmlərimiz y dənə idi. X manatdan satıbsa y bura x olmalıdır. Ancaq 132% gəlir əldə edibsə, daha doğrusu 32%. Bunda 132%-ni tapırıq. Hər tərəfdən 100-ləri atsaq, 1200x üstə gələk, açsaq mötərizəmizi, 140xy çıx 1400y, daha doğrusu 1400x bərabərdir 132xy. 1200x ilə 1400x hesablasaq, 140xy çıxılsın 200x bərabərdir 132xy. Gəlin hər tərəfdən x-ləri ixtisara aparaq, x-a bölək. Nə alırıq? 132-ni bərabərliyin digər tərəfinə keçirsək, 140-dan 132 çıxsaq 8y bərabərdir 200-ü sağ tərəfə keçirdək 200-ə. Buradan da y bərabərdir nə alarıq? 25-ə. Bizdən də ümumi qələmlərin sayını istəyirdi. C variantı tapmış olduq. Baxaq üçüncü suala. Modul və ya kökün qiymətlər cəmi 0 veribdirsə, deməli bunları hər birinin ayrı-ayrılıqda 0-a bərabər edib köklərini tapmalıyıq. Müsbət ədədlərin cəmi o zaman 0 verərik ki, özləri də ayrı-ayrılıqda 0 olsun. Deməli, y kvadratı plus 4, y plus 4-ə bir dəfə 0 deyərik. Bir dəfə də 2x çıxaq, 3y-ə bərabər 0 deyərik. Bu y plus gördüyümüz kimi 2-nin mötərizə kvadratıdır. Kvadratın 0 olması üçün y plus 2 bərabər 0 olmalıdır. Yəni, y bərabərdir -2-yə. Gətirək, burada y-in yerinə -2-ni qeyd edək. 2x -2-ni -3-ə vursaq, müsbət 6 bərabərdir 0-a. 6-nı bu üzə keçirsək, -6, x də bərabərdir -3-ə. Deməli, x-i də tapdıq, y-i də tapdıq. Bizdən cəmini istəyir, bərabərdir -5 alarıq, yəni B variantı.